Yallah. Salam aziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 6 iyul 2026-cı il. Daha bir arı ailəmizdə bal kəsiminə başlayırıq. Deməli dostlar, ...24 çərçivəlik arı ailəsidir. Ana arımız izolyatordadır. Boşdur bu tərəfi, bir tərəfi bax belə. Maşallah olsun. Nədir budur? Ha. Şimdi biraz tüstü. Görək bizim gözəlçəmiz salamattır mı? Ya Allah. Şükür sana ilahi. Güzeller güzeli. Şükür Allah'a. Gözəlçəmiz sağ salamat. Bütün sürfələr çıxıb. Erkək arının üzərindəki Varroa. Deməli, baxın, təkcə bu erkək arının üzərində, bilmirəm kamerada göstərə bildim ya yox. 1, 2, 3, 4 ədəd bunun üzərində varroa var. Əsas odur ki, biz yüksək keyfiyyətdə bal götürdük. Dərmansız, falansız. Ananı qoyaq kölgəyə. İndi bu aşağı mərtəbədə nə qədər qaralmış şanlar var. Bunları buradan çıxdaş edəcək. Bu ağ şanları süzüb bu arı ailəsinə qaytaracaq bu ilki çərçivələrlə. Amma dostlar, burada biz bütün, təbii ki, bütün balları götürüb süzmürük. Nə üçün? Arının özü üçün də mütləq bal saxlanmalıdır. Bakın, bu bütövlüklə güləmdir, güləm. Tabii ki biz
bizə lazımı olan qədər güləmli çərçivələr götürürük ki, güləm satmaq üçün. Amma arıları bundan da məhrum etmək olmaz. Çünki ana arını ki izolyatordan azad etdik, o başlayacaq yumurta qoymağa. İndi hava istidir, təbiətdən çiçək tozu gəlmir və bu güləm onlara ən çox lazım olan bir vasitədir. Bala becərmək üçün, arılar yeməyi üçün sürfələri 3 gün südlə bəslədikdən sonra bal güləm qarışığı ilə sürfələr bəslənilir. Ona görə bu, baxın, bu ilki şandır, bu ilki güləmdir. Biz bunu saxlayarıq. Baxın dostlar, qapqara şandır, az-maz bal var və güləm var. Biz bunu burada saxlamayacağıq. 7 çərçivə bunlar üçün saxlanıldı. Ballı, güləmli. Bu ortaya da süzülmüş şanları, ağ şanları gətirib dərhal qaytararıq. İndi keçək, gözəlçəmizi azad edək. Gəl bura, gözəllər gözəli. Gözəllər gözəli. Karnikas klinar. Get balalarımın yanına, get. Get mənim gözəlim. Əssalam. Bitti. Varuanı da çıxartdıq üzə. Bir üfürməklə varuanı da məhv etmiş olarıq. Odur ki, sağ olun, özünüzü qoruyun.